Salam izləyicilər, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda sizlərə pambıq kimi yumşaq, çox dadlı bulka resepti bölüşürəm. Bunun üçün qaba 1 stəkan ilıq süd əlavə edirəm. Üzərinə 1 çay qaşığı quru maya əlavə edirəm və yarım çay qaşığı duz da əlavə edirəm. Yarım stəkan şəkər tozunu töküb bunları qarışdırdım. Və ardından üzərinə 1 ədəd yumurta, 50 qram əridilmiş kərə yağı, 4 yemək qaşığı duru yağını, 1 xörək qaşığı sirkəni də əlavə edib təzədən bunları qarışdırıram. Sirkəni əlavə edirik ki, bulkalar yumşaq olsun. Və üzərinə 4 stəkan unu da az-az əlavə edib yumşaq bir xəmir yoğurdum. Xəmiri yoğurandan sonra üzərini örtüb ilıq yerdə 2-3 saat mayalandırıram. Və xəmir mayalanandan sonra onu uzunsov formaya gətirib 9 bərabər hissəyə bölürəm. Videoda düzdür 8 bərabər hissəyə bölürəm, amma sonradan bir yükündə də əlavə edirəm. Və bunların hamısını kündələyəndən sonra birini götürüb əlimlə gördüyünüz kimi yüngülvari açıram və ortasına 1 çay qaşığı dolu cem əlavə edirəm. Bu zövqə görədir. Siz istəsəz içərisinə şokolad da və yaxud da qoz içliyi də əlavə edə bilərsiniz. Və gördüyünüz kimi çox sadə bir formada bükürəm. Və hamısını listə düzüb üzərlərini örtüb 45 dəqiqə gözlədirəm. 45 dəqiqə gözlədəndən sonra üzərlərinə 1 ədəd yumurtanın sarısını çəkirəm. Və zövqə görə üzərinə umac səpirəm. Bizdə evdə var idi. Ona görə bunu belə dəyərləndirmək istədim. Çox gözəl dad verir ona, həm də görüntüsü də çox gözəl olur. Və 180 dərəcədə yarım saat bişməyə qoyuram. Artıq bulkalar bişib hazırdır. Çox gözəl görünüşü var. Dadı da həqiqətən çox dadlıdır. Mütləq sizin də hazırlamanızı tövsiyə edirəm. Sağ olun, salamat qalın.